İşləyirəm həkim kimi. Həm də Medistan, həm də pensiya alıram. Müəyyən qədər də dolanmağa var. 3 ailə kömək edirəm. Bir oğlumun ailəsi, bir qızımın birinin ailəsi. O birisi yaxşıdır. Bir də özümün ailəm, yoldaşım. Allah maşına minirik, qızımla gedirik evimizə. Şəhərin mərkəzindən Patandarda yaşayıram, Patandarda aparırım. 3 manat 50 qəpik deyir. 20 manat verirəm. Qızım, niyə 20 manat verirsən? Niyə? Deyirəm, ayıya yıxılsın. Mən o pula mən kağız kimi baxıram indi. O vaxtında olmadı. Onun 1 manatdan ötürü zəll olmuşam. İnanırsa, Sovetskidə yaşayırdım. Oradan Semaşka xəstəxanasına 3 köprü olmadı ki, tramvayımla gələn piyada gəldim səhər tezə. Həyatdır bu. Həyat insanı çox şeylər öyrədir. Əzab çəkməyən adam, əziyyət çəkməyən adam heç vaxt yaxşı insan ola bilməz.